Sağlamlıq itəndə dəyəri bilinir, qoruyanda isə həyat gözəlləşir. Həyatımız hər zaman gözəl olsun və sağlamlığı qorumağın yollarını bugün Sağlam Gün ayda birlikdə öyrənəcəyik. Bayramlarınız mübarək, hər kəsi təbrik eləyirəm. Ekrana daha yaxın əyləşin və bildiyiniz kimi bugün də Sağlam Gün ay canlı görüşünüzə gəlib. Bu isə o deməkdir ki, həm qaynar xəttimiz 055-254-01-06-ya artıq bunu əzbər bilən bizim daimi tamaşaçılarımız var. Onları xüsusi olaraq salamlayıram. Verilişimiz başlayar-başlamaz bizə uğurlar arzu edirlər, xoş dualar, arzular səsləndirirlər, bayramlarımızı təbrik edirlər. Həmçinin onları narahat edən mövzuları və sualları yazıb göndərirlər. TikTok canlı yayımımız da aktivdir. Instagram səhifəmizi də bilirsiniz. Sağlam Gün Ay ATV. Hara sizə rahatdırsa, sizin üçün əl çatan etmişik. Məhz bizə və həkimlərimizə müraciəti və müraciət edəcəksiniz. Elə canlı yayımda həkimlərimiz bir suallarınızı cavablayacaq. Vaxt itirmədən, çox uzatmadan istəyirəm bugünkü günümüzün ilk həkim qonağını sizə təqdim edim. Çox sevdiyim bir xanımdır. Ötən mövsümdən sizə tanış bir xanımdır və xüsusən də bu xanımla elə həssas mövzularda danışdıq. Elə vacib mesajları ötürdük ki, məhz o valideynlərə, nəyə görə valideynlər deyirəm? Çünki hal-hazırda verilişimizin qonağı uşaq ginekologu, cərrah, mama ginekoloq Xəyalə İsmayılovadır. Darıxmışdıq sizdən ötürü. Doktor, xoş gəlmisiniz. Xoş gördük. Təşəkkür edirəm dəvətiniz üçün. Var olasınız. Bizdə əgər ki, valideynləri əsasən məlumatlandıra biliriksə, bu haqda informasiyalar verə biliriksə, nə gözəl və verilişlərimizdən sonra da bu müsbət rəyləri aldıq və çalışacağıq ki, yenə də bu haqda məlumatlandıraq. Bəli, bizim cəmiyyətimizdə bəzən belə bir yanlış yanaşma var ki, güya ki, qız uşağını ginekoloqa aparılması ayıb və yaxud da lazım olmayan bir halda. Amma unutmamalıyıq ki, sağlamlıq heç nədən vacib deyil. Yəni, sağlamlıq hər bir stereotipdən üstündür və ona görə də sağlamlığımızı qorumaqdan ötürü övladlarımıza kiçik yaşlarından diqqət ayırmalıyıq. Bir məsuliyyət olaraq bu biz valideynlərin çiyinlərindədir. Bunu layiqincə daşımalıyıq və bugün də əziz valideynlər, qız övladı olan valideynlərə buradan səslənirəm ki, ekrana daha yaxın əyləşsinlər. Çünki uşaq ginekologiyası qız uşaqlarının sağlam böyüməsini, gələcək reproduktiv sağlamlığı və erkən problemlərinin qarşısını almaq üçün ata biləcəyimiz, müraciət edə biləcəyimiz bir sahədir və Xəyalə xanım da bu sahəni layiqincə daşıyan həkimlərimizdəndir. Midland mərkəzində çalışır. Midland Hospitalda uşaq ginekologiyası mərkəzi var. Hansı ki, bu da ilklərdəndir bilirəm. Qız uşaqlarının, baxın, erkən müayinəsi analığın təminatıdır. Hal-hazırda bu görüntülər də sizin ekranlarınızda və Xəyalə xanım məhz bu mərkəzdə artıq uzun illərdir çalışır. Həmçinin burada cərrah mama ginekoloq olaraq əməliyyatlarını da icra edir, müalicələrini də edir və peşəkar fəaliyyətə 2005-ci ildən başlamış bizim həkimimiz də müxtəlif klinikalarda mama ginekoloq kimi fəaliyyətə başlayıb və dediyim kimi hal-hazırda Midland Hospitalda uşaq ginekologiyası mərkəzində fəaliyyət göstərir. Həm Instagram, həm YouTube ünvanlarını ekranda görürsünüz. Əlaqə nömrəsini də qeyd edim. 055-766-33-30. Artıq sual verən izləyicilərimiz də var. Birazdan onları da səsləndirəcəm və valideyn olaraq bizim borcumuz məlumatlanmaqdır, qorxmaq deyil, övladlarımızı qorxutmaq deyil və bugün də xüsusən qız uşaqlarının, analarının, valideynlərinin, yaxınlarının narahat olduğu mövzuda danışacağıq. Bəli, həssas mövzudur, amma bir o qədər də vacib bir mövzudur. Uşaq ginekologiyasından danışacağıq və bugün bu mövzuda bütün suallarınızı cavablamağa hazırıq. Ona görə suallarınızı elə indidən yazıb göndərə bilərsiniz. Və mən istəyirəm ki, elə ilk sualımız da bununla bağlı olsun. Xəyalə xanım, bir uşaq ginekoloqu kimi uşaq ginekologiyası nədir? Ümumiyyətlə, bu dövr hansı yaş dövrünü əhatə edir? Bu haqda sizdən məlumat alardıq. Əlbəttə, uşaq ginekologiyası eşidəndə biz keçən verilişlərimizdən də vurğuladıq ki, bunu biraz belə deyək ki, həmişə bir mənalı qarşılanmır. Amma bunu da deyək ki, yəni ginekoloji problemlər
yalnız ailə qurduqdan sonra başlamır. Yəni yeni doğulmuşdan 18 yaşa qədər qızların bir uşaqlıq dövrü ki var, müəyyən etaplar ki keçirik. Bu zaman cinsi inkişaf dövrü də başlayır. Bu da 18 yaşa qədər davam edir. Əlbəttə 18 yaşdan sonra artıq yəni cinsi münasibətlər başlayır, ailə qurulur, yəni reproduktiv dövrdə ki belə deyək, uşaq dünyaya gətirir. Bu dövrün də başqa problemləri var. Sonra klimakterik dövr başlayır, onun öz problemləri var. Amma biz həmişə 18 yaşdan sonra olan problemlərlə məşğul olmuşuq. Klimakterik dövrdə də həmçinin, amma yeni doğulmuşlardan 18 yaşa qədər olan problemlər isə həmişə göz ardı verilib. Bu da nə ilə nəticələnib? Bu dönəmdə olan problemlərin vaxtında aşkar olunmaması gələcəkdə sonsuzluqdan əziyyət çəkən xəstələrin sayını artırıb. Bu dönəmdə bəzi belə deyək ki, vacib məqamlar ki var etməməmiz gələcəkdə yəni xərçəng xəstəliyinin yaranmasına gətirib çıxara bilir. Biz çalışacağıq ki, bugün də verilişdə bu haqda yəni məlumatlandıraq. Yəni elə məqamlar var ki, onları 18-dən sonra etməmizin artıq bir mənası qalmır. Biz məcburən üçün edirik. Çünki bu problemlərlə üzləşdiyimiz üçün. Biz də məhz buna görə də vaxtında hər hansı bir problem varsa, tutaq ki, xəstəliklər, anadan gəlmə anomaliyalar, hormonal pozğunluqlar və yaxud da bəzi viruslara, infeksiyalara yoluxmalar, bunları qarşısının vaxtında almalıyıq ki, sonradan bu problemlərlə üzləşməyək. Ümumiyyətlə, qız uşaqları ilk dəfə ginekoloqa nə vaxt aparılmalıdır? Bunun üçün bir yaş kriteriyası varmı? Əslində, əgər şikayət varsa, yeni doğulmuşdan yenə də deyirəm, yaş həddi yoxdur, istənilən vaxt aparıla bilər. Yəni, mənim pasiyentlərim desəz, 3 aylıq uşaqlarda ola bilir, 5 aylıq uşaqlarda, 3 yaşında, 5 yaşında, 15 yaşında qızlar, yəni ola bilir. Bu nədən asılıdır? İlk olaraq onu deyim ki, hansı şikayətlər olanda yəni qız anaları narahat olmalıdır. Yəni hansı əlamətlər nə olarsa onları narahat eləməlidir. Həkimə müraciət etməlidir. Məsələn, yeni doğulmuşlar var, 3 aylıq, 5 aylıq və yaxud da yeni doğulub 2 həftə keçib, yəni qanlı ifrazatı var uşağın. Əlbəttə bu narahat eləməlidir ananı. Və yaxud da gəlir 1 yaşında, 2 yaşında uşaqlarda sinekiyalar yaranır, bitişmələr yaranır. Uşaqlar sidik ifrazına gedə bilmir, hər sidiyə gedəndə qışqırır. Yəni, ana başa düşmür nədir məsələ. Yəni, burada yəni, mütləq uşaq ginekologu baxıb müayinə eləməlidir, bitişmələrin yəni, olub-olmadığını aşkar eləyib aradan qaldırmalıdır. Məsələn, xəstə mənə müraciət edib ki, 5-6 yaşında artıq ikincili əlamətləri var. İkincili əlamətlər də nədir? Yəni, tüklənmədir, qol-altı tüklənmə, artıq süd vəzi inkişafının yəni, ilkin əlamətləri. Bunlar olmamalıdır. 5-6 yaşında uşaqlarda bu problem varsa artıq mütləq müraciət olunmalıdır. Yəni, valideynlər diqqətli olmalıdırlar. Diqqətli olmalıdırlar. Yəni, kimdəsə var idi və yaxud da eşitdim ki, bu normaldır deyə bunları göz ardı etmək olmaz. Yəni, vaxtında müraciət edib, bəzən elə olur ki, biz müayinə edirik xəstələri, çox kiçik bir təkan belə, yəni onun inkişafını normaya gətirir. Çünki, məsələn, elə yaşlar var ki, biz artıq orada gecikmiş ola bilərik. Ailə qrup da müraciət eləyib, məsələn, kömək istəyirlər bizdən, sonsuzluqdan müraciət eləyən xəstələrimiz çox olur, özünüz bilirsiniz. Yəni, artıq elə bir dönəmdə müraciət olur ki, bəzən biz orada aciz qalırıq və bu zaman məcburən digər yöntəmlərə əl atırıq. Amma halbuki, mən indi çox sevinirəm ona görə ki, artıq mən bu işlə artıq bir müddətdir məşğulam və bu işlə məşğul olandan sonra nə görürəm? Görürəm ki, rayonlardan belə, şəhərdən, yəni bu müraciətlər artıq bizə daha çox artıb. Bu bizə nəyi verir? Bu bizdə zaten pasiyentlərimiz var, yəni doğumlarımız, əməliyyatlarımız, amma uşaq ginekologiyası ilə bağlı inkişafımız
bizə qız uşaqlarının vaxtında müraciət etməsi gələcəkdə Azərbaycanda sonsuzluqdan əziyyət çəkən xəstələrimizin sayının azalması deməkdir. Bəli, ona görə diqqətli olmalıyıq bu məqamlarda. Hal-hazırda uşaq ginekoloqu, cərrah mama ginekoloq Xəyalə İsmailova bizlə bərabərdir. Həm həssas, həm də çox vacib bir mövzunu müzakirə edirik və hər birinizdən rica edirəm, əziz analar, ekrana yaxın əyləşin, əziz valideynlər, ekrana yaxın əyləşin. Çünki övladlarımızın, xüsusən də qız övladlarımızın kiçik yaşlarında başlayan o kiçik əlamətlərlə başlayan o ginekoloji problemləri gələcəkdə onların ana olmağının, bir qadın kimi özünə güvəninin olmağının qarşısını ala biləcək problemlərin biz həkimimizi dinləməklə qarşısını ala bilərik. Xüsusən də bax, hal-hazırda bizim öz tamaşaçılarımızın yazdığı suallar var. 6 yaşında balamızla bağlı gələn sual var. 9 yaşında bir balamızın hal-hazırda belə deyim, bayaq dediyiniz o əlamətlər, süd vəzinin böyüməsi, erkən böyüməsi, tüklənmənin artıq bu yaşdan başlaması, yəni bu artıq erkən problemin olduğunu göstərirmi? Bu erkən cinsi inkişafın bir əlamətidir. Yəni 8 yaşa qədər ikincili əlamətlərin, yenə də deyirəm, süd vəzi inkişafıdır, qoltuq altı qasıq nahiyəsində tüklənmədir. Yəni bu əlamətlərin 8 yaşa qədər olması erkən cinsi inkişafdan xəbər verir. Və yaxud da 9 yaşa qədər menstruasiyanın olması, adət görməsi qızların, bu da norma deyil. Yəni son belə deyək, protokolla olan rəqəmlər hal-hazırda bu yaşlardır. Yəni 9 yaşa qədər biz adət görmüş qızlarda bu normalmış kimi qəbul edə bilmərik və bir də bunu vurğulayım ki, biz uşaq ginekologiyası mərkəzi olaraq burada tək uşaq ginekologu yox, burada mütləq, yəni laboratoriya, radiologiya, yəni ultrason müayinəsi, MR müayinəsi ehtiyac olursa uşaq endokrinologu, yəni müalicəyə cəlb olunur. Yəni kompleks bir işdir. Təbii. Yəni biz də bu işimizdə çalışırıq ki, yəni gələcəkdə qarşılaşacağımız xəstəliklərin qarşısını alaq. Mən çox təəssüf hissinə bildirmək istəyirəm ki, mən bu işlədiyim müddətdə, yəni 19 ildir ki, artıq 20 ilə yaxındır fəaliyyət göstərik və çox təəssüflər olsun ki, anadan gəlmə anomaliyalar olsun, sonra yəni hansı ki, biz onun qarşısında aciz qalırıq, orada ancaq estetik, yəni əməliyyatlar icra olunub da vaginanın bərpası falan bunlar oluna bilir, amma yəni yumurtalıqların fəaliyyətdən qalması ola bilir, yəni uşaqlığın olmaması kimi hallar ola bilir. Bunlar çox böyük problemlərdir. Xəyalə xanım, bilmirəm, ya biz indi daha məlumatlı olmuşuq. Bax, bu uşaqlığın olmaması problemi ilə dünyaya gələn qızlarımızın çox eşidirik bu xəbərləri nədənsə. Bilmirəm, əvvəllər insanlar daha məlumatsız idi. Ultrasəs müayinəsinə artıq ailə qurub, övlad planlayanda, hamiləlik planlayanda mı gedirdilər? Ona görə belə gec bəlli olurdu. İndi məsələn, valideynlər daha məlumatlıdırlar. Məsələn, uşaq dünyaya gəldi, avtomatik elə xəstəxanalar var ki, orada artıq elə körpənin bütün daxili orqanları ultrasəs müayinəsi edilir və valideyn məlumatlı olur ki, mənim övladımın bu problemi var. Əlbəttə, gələcəyi üçün də çox önəmli bir məsələdir. Ata biləcəyi addımları da atır artıq. Bu çox önəmlidir. Ailə qurmazdan öncə də bu haqda məlumatlı olur və tədbirini görür və qarşı tərəfə də bunu bildirir. Bu çox önəmli bir faktdır. Yəni, mən deyim sizə ki, son 5-6 ildə mənim bir neçə pasiyentim olub ki, bu problemlə üzləşmişik. Artıq belə deyək ki, müəyyən plastikadır, gələcək həyatı üçün, yəni cinsi münasibətini təmin etmək üçün, sonra məsələn, ana olması üçün hansı şərtlər var, biz onu artıq bildiririk. Yenə də deyirəm, qarşı tərəfə də bildirir ki, onların yəni ana olması mümkündür, amma hansı yolla, nə şəkildə artıq bu haqda məlumatlı olur və gələcəkdə də ana ola bilirlər. Yəni, bütün bunlar onu göstərir ki, əlbəttə siz dediyiniz kimi öncələrdən radiologiya bu cür inkişaf eləməmişdi. Öncələrdə, yəni belə deyək ki, qızların həkimə aparılması bir doğru sayılmırdı. Hansı ki, bunların hamısının gələcək həyatı üçün çox böyük önəmi var. Mən bir də ən çox istəyərdim onu deyim ki, daha çox qarşılaşdığımız problem, yəni bizim ölkədə uşaqlıq boyunu xərçəngindən biz illərlə yəni qadınları itiririk və bunun da səbəbi yəni ümumiyyətlə qadınlarda yəni statistik rəqəmlərlə desək, yəni 3-cü ölüm səbəbi götürülür uşaqlıq boyunu xərçəngi. Yəni ilk sıralarda, ilk pillələrdadır. Hansı ki biz bunun qarşısını ala bilirik. Yəni müəyyən bir orqanlarda bəlkə biz onun belə deyək ki, profilaktikasını apara bilmirik, amma məhz uşaqlıq boyunu xərçəngində biz bunun qarşısını ala bilirik. Bunun bir belə deyək üstəliyi var. Nədə? Yəni
ümumiyyətlə uşaq boynu xərçəngini yaradan əsas səbəb, yəni deyərdik ki, 90 neçə faiz, yəni belə 98-99%-ə qədər. Yəni burada törədici HPV virusu daşıyıcısı olan qadınlardır. Yəni HPV virusu daşıyıcı human papilloma virus deyirik. Yəni insan papilloma virusu daşıyan qadınlar gələcəkdə uşaqlıq boynu xərçəngi üçün yəni bir namizəddir. Bəli. Əlbəttə onun da növləri çoxdur. Amma biz nə edirik? Biz qızlarda necə yardım edə bilirik? Bir uşaq ginekoloqu olaraq bax, bu mövzuda ən əsas məqamlardan biridir. Sos məqamlardan biridir. Qırmızı bayraqları qaldıracağımız bir mövzudur. Ona görə əziz analar, gəlin doktorumuzu diqqətlə dinləyək. Mən istəyirəm elə birbaşa bax o kameraya baxaraq bizim analara müraciət edəsiniz. Buyurun. Biz deyərdim ki, son 4-5 ildə daha çox icra edirik HPV-yə görə peyvənd. Bəli. Yəni insan papilloma virusuna görə apardığımız peyvənd anaları qorxuzmasın. Artıq yəni bu peyvənd bizim ölkəyə gələnə qədər artıq xarici ölkələrdə bu peyvəndin həm peyvəndləmə proqramı tətbiq olunub, artıq ondan sonra yəni xüsusi işləmlər aparılıb. Son statistik, belə deyim, rəqəmlər, mən son dəfə konferansda da çıxış edəndə kolleqalarımızla da bunu bölüşdük və son statistik rəqəmləri bölüşdüm ki, yəni hətta peyvənddən sonraki 10 ildə bu qızların gələcək həyatı, yəni onlar nəzərə alınıb ki, onların sonsuzluqdan əziyyət çəkənlərin sayı azalıb, iltihabı xəstəliklər azalıb, xərçəng ehtimalı, yəni o qədər rəqəm olaraq aşağı düşüb ki, yəni biz bunu peyvəndləmə proqramını etsək, mən inanıram ki, biz yaxın gələcəkdə uşaqlıq boynu xərçənginə yox deyəcəyik. İnşallah, inşallah. Və biz hər dəfəsində tək mən yox, kolleqalarımda biz buna çox çalışırıq. Yəni ki, bunu çalışırıq ki, dövlət xətti ilə bu peyvəndlər icra olunsun ki, yəni yaxın gələcəkdə bu proqrama salınsa, biz artıq uşaqlıq boynu xərçəngindən əziyyət çəkməyəcəyik. Yəni bu peyvənd proqramının bir üstün tərəfi də nədir? Yəni biz bu peyvəndləri edirik də hal-hazırda. Sadəcə xəstənin yəni öz məvacibi hesabına olunur. Hər kəs də bundan İlk olaraq buna deyim, imkanı çatmaya bilir və yaxud da hər kəs də bundan məlumatlı deyil. Ona görə gələn bütün xəstələrimizi məlumatlandırırıq, çalışırıq ki, konferanslarda, verilişlərdə maarifləndirək və deyim sizə ki, son illər valideynlər artıq özləri müraciət edir ki, sizdə bu peyvənd varmı, edirsinizmi və onu da deyim sizə ki, bu peyvənd əslində 9-12 yaşdan icazəsi var. Yəni Amerika, Türkiyə, hər yerdə yəni bu 9 yaşdan icra oluna bilir. Bəli. Amma mən öz təcrübəmdə belə deyim, 16 yaşdan icra etmişəm. Ona görə yox ki, olmaz. Sadəcə bizim yəni ölkəmizdə müraciətlər gec olur. Yox, bir də bunu da deyim ki, bizim ölkəmizdə, yəni biz bunu nə zaman edirik? Qızlar ailə qurmazdan öncə də bir planlamada daxil olmalıdır. Yəni biz bu peyvəndi ediriksə, bu qızlar gələcəkdə münasibətdə olduqları, yəni partnyorundan o virus daşıyıcısı olsa belə yoluxmayacaqlar. Bu nə deməkdir? Yəni biz bunu 9-12 yaşdan ona görə etmirik ki, uşaqlar hələ balacadır və onlar zaten bizim ölkəmizdə cinsəllik yəni yuxarı yaşlarda başlayır. Əlbəttə Amerikada, Almaniyada onlarda bu kiçik yaşdan başladığı üçün onlar ilk münasibətə girməzdən öncə bunu edirlər. Bu da o kiçik yaşlara denk gəlir. Amma bizim ölkəmizdə yəni bu belə deyək müəyyən göstəricilər var ki, çox yaxşı göstəricilərdir və ona görə də biz bunu kiçik yaşlardan etməmizə ehtiyac yoxdur. Bunu bəlli bir yaşlarda, mən ən kiçik deyim sizə 16 yaşdan icra etmişəm qızlarda. Yəni hətta yuxarı yaşlarda belə mənim planlamam odur ki, həmişə qız analarına da deyirəm ki, qızlarınız ailə qurmazdan öncə mütləq 6 ay vaxtımızı alır. Yəni 3 peyvənd edirik 6 ay ərzində. Birincisi edirik 2 ay sonra ikinci, 4 ay sonra üçüncü, yəni 6 ay ərzində. Cəmi 6 ay. Cəmi bəli, 6 ay içində 3 peyvənd edirik və bu peyvəndi etməmiz bizi, yəni belə deyək ki, gələcəkdəki o viruslardan yoluxmamızın qarşısını alır. Yəni mən ən çox da tətbiq etdiyim qardaçıl 9 peyvəndidir. Bəli, hansı ki 9 növündən qoruyur. Və bu oğlan uşaqlarına da tətbiq olunur. İndi biz bugün qız uşaqlarından danışırıq. Bizi oğlan uşaqlarının valideynləri də izləyirlər, oğlan övladları olanlar. Əslində oğlanlar peyvəndi olunsa, gələcəkdə qızlarımıza yoluxdurmazlar və kökündən məsələni həll etmiş olarıq. Sadəcə qızlarda onkoloji təsiri daha yüksək olduğu üçün qızlarda birbaşa olaraq hamısında tətbiq olunur. Oğlanlarda, məsələn, Amerikada, Almaniyada oğlanlara rahat edirlər. Çünki
oğlanlarda da onkoloji yaratma ehtimalı var. Sadəcə faiz olaraq qızlardan aşağıdır. Daha aşağıdır. Çox önəmli məqamları vurğulayır. Hal-hazırda dəyərli uşaq ginekoloqumuz və uşaqlara həssas yanaşan bir həkimimizdir. Peşəkar həkimimizdir, həm də bir cərrahdır. Zərgər dəqiqliyi ilə o əməliyyatları icra edən həkimimizdir. Mediland Hospitalda çalışır. Əlaqə nömrəsini bir daha vurğulamaq istəyirəm. 055 766 33 30 və 0-18 yaş qrupundan olan qızlarımız məhz uşaq ginekologiyası ilə bağlı bizim dəyərli uşaq ginekoloqumuz Xəyalə xanıma müraciət edə bilərlər. Bax, hal-hazırda da bizə müraciət edən valideynlər var. Genital infeksiyalar, hansı ki, bax, bu da biz xanımların yaşadığı problemlər sırasındadır və bir valideyn uşaqlarda genital infeksiya ola bilərmi və bunun əlamətləri hansılardır? Mənim 9 yaşında qız övladım var, onda müəyyən əlamətlər müşahidə edirəm. Bu daha çox genital infeksiyalar oxşayır. Doktor nə söyləyə bilər bu barədə? Qızlarda rastlana bilir hansı xəstəliklər, dedik ki, o bir qrupu da eləməz, uşaqlıq yolundan olan axıntılar, qaşınma, bu kimi diskomfort hissi, yəni vulvitlər, vulvovaginitlər deyirik biz buna. Yəni xarici cinsiyyət üzvündə olan iltihabi xəstəliklər qrupuna aiddir. Burada yəni bu problemi yaradan səbəblər nədir? Genital infeksiyalar uşaqlarda adətən göbələk mənşəli ola bilir. Bu zaman bağırsaq çöpü ola bilir. Yəni düzgün gigiyenik qaydalara düzgün riayət etmədikdə bağırsaq çöpü, göbələk, qurdular ola bilir ki, diskomfort əlamətlər verə bilir. Bəzi bakteriyalar var ki, hətta saprofit halda normalda uşaqlıq yolu florasında olur. Müəyyən bir immun sistemi çatışmazlığı fonunda yanaşı xəstəliklər olur ki, məsələn qrip, yuxarı tənəffüs yolları virus xəstəliklərində falan. Yəni yanaşı olaraq öz saprofit bakteriyaları parazitar formaya keçə bilir. O zaman da axıntı verə bilir. Amma bəzən də mən məsələn analara hər zaman onu vurğulayıram ki, siz yəni bir yatağı bölüşməməlisiniz uşaqla. Yəni bu çox önəmli bir məsələdir. Yəni cinsel infeksiyaların keçməməsi üçün, yəni bu belə deyək düzgün bir şey deyil. Yəni kontakt yolu ilə də müəyyən qədər yəni bunlar keçicidir, keçə bilər. Keçicidir, yəni keçə bilir. Ona görə biraz bu məsələləri qorumaq lazımdır. Yəni bu gigiyenik qaydaları pozmamaq lazımdır. Və dəqiq hansı törədici olduğunu isə əlbəttə ki, biz yəni baxış zamanı yaxma əkilmə analizləri edirik. Buna əsasən törədicini təyin edirik. Bunu da vurğulayım ki, qız uşaqlarının müayinə, xüsusi müayinə qaydası var. Heç bir yəni instrument falan istifadə etmirik sadəcə baxış zamanı və buna görə də valideynlər narahat olmasınlar. Yəni və valideynlərin müayinədə iştirakını təmin edirik ki, yəni valideyn görməlidir ki, müayinə nə şəkildə aparılır. Sonra 10 ildən, 15 ildən sonra hər hansı bir problem yaşayarlarsa, ürəklərində belə deyim qalmasın ki, bəlkə nə zamansa müayinə olunmuşdu. Və bunu da deyim ki, qız uşaqlarının müayinəsinə gələn zamanda çalışırıq biraz uşaqlarla da o münasibəti yarada bilək ki, müayinəyə icazə versinlər. Ümumiyyətlə, qızların müayinəsində yəni güclə, məcburən edilməməlidir. Çünki bunlar uşaqların psixoloji, yəni olaraq psixoloji qorxa bilərlər. O da sonra gələcəkdə vaginizm problemi yarada bilər. Bir sual digərini doğurur. Yəni ona görə çox həssas yanaşmaq lazımdır və bunu da deyim ki, məsələn, kiçik yaşlı uşaqlarda biz adətən sinxiyalar falan olanda 2 yaşa qədər olanda biz heç orada sedasiyadan istifadə eləmirik. Çünki uşaqların yadında qalmır və ağrısız manipulyasiya olduğu üçün sizə deyim ki, bu problemlə bağlı da bizə çox müraciət edən olur. Ümumiyyətlə, il ərzində bir 500-600-ə qədər belə deyim qız uşağı müayinə ediriksə, orada bir 50 xəstəmiz bəlkə elə sinixi ilə müraciət etmiş xəstə olur. Amma məhz xanımın dediyi kimi axıntılar isə bir 100-ə qədər statistik, yəni bölüşdürsək, təxmini bir 100-150-yə yaxın xəstə məhz axıntı ilə bağlı müraciət edir. Bir də doktor, hal-hazırda bax qız uşaqlarının valideynləri, anaları bizə menstruasiya ilə bağlı suallar verirlər. Məsələn, ümumiyyətlə erkən və ya gec başlayan menstruasiya dövrü hansı problemlərin göstəricisi ola bilər və norma hansıdır? Gəlin birinci normadan başlayaq, sonra hansı problem ola bilər? Bunu açıqlayaq valideynlərə. Norma normalda 12-13 yaşlar menarxiyemiz sayılır, yəni ilk adətin vaxtıdır. Yəni burada əlbəttə 1-2 il ərzində tez-gec olması belə müəyyən qədər irsi faktor ola bilər, müəyyən qədər yəni ətraf mühitin təsiri ola bilər, qidalanma problemi ola bilər, ekstragenital xəstəlik ola bilər. Hər bir halda normamız 12-13 yaş götürülür. Bəs hara kimi gözləyirik? Neçə yaş
yaşa kimi gözləyirik? Məsələn, 9 yaşdan sonra adət görəndə yenə də müayinə edirik, dinamikada baxırıq, norma sayılır. Və yaxud da 14-15 yaşa qədər yenə də müayinə etsək belə dinamikada nəzarət edirik. Yox, gördük artıq o yaşı da keçdi. Mütləq, yəni əgər müayinəmizdə hər şey normadadırsa, biz artıq müdaxilə edirik. Yəni, məsələn, 9 yaşdan tez adət görən qızlarda tək adət pozğunluğu olmur bu zaman. Burada yanaşı digər vəzlər müayinə olur. Dediyim kimi, uşaq endokrinoloji prosesə cəlb olunur. Burada digər vəzlərində funksiyası yoxlanılır. Belə qızların boyatmasında problem ola bilir. Yəni, boyu balaca qala bilir. Ona görə biz bunları tənzimləməliyik ki, belə olur ki, uşaq endokrinoloqu ilə bizim müalicəmiz yanaşı gedir. Eyni ilə də, məsələn, 16 yaşdan keçib adət görmür qızlar. Bu qızlarda özdə tək belə olmur. Görürsünüz ki, hiperandrogeniya olur, tüklənmə olur. Məsələn, qızlar epilyasiyaya müraciət eləyir. Daim, amma epilyasiyanın, yəni belə deyim ki, xeyri yoxdur. Çünki nəticəsi olmur ona görə ki, endogen səbəb aradan götürülmür. Yəni, biz qandan bunun müayinəsini etməliyik hormonların. Səbəbini araşdırmalıyıq. Yumurtalıq mənşəli hiperandrogeniyadırmı, böyrəküstü vəz mənşəlidirmi? Yəni, hər birinin müalicəsinə ayrı yanaşma var. Yəni, biz müalicəsini edib, yanaşı əlbəttə o zaman epilyasiyaya göndərdiyimiz zaman nəticə görürük. Bəli. Yəni, növbəti dəfələrdə artıq öncəki kimi olmur. Və təkcə heç epilyasiya yox, gələcəkdə ola biləcək problemlərin də qarşısını alırıq. Çünki qız uşaqları gəlir elə bir yaşa çatır ki, artıq ailə qurur 22-23 yaşında, 25 yaşında və yaxud da 28 yaşında və bu zaman bəlli olur ki, ta uşaqlıqdan qızda hər hansı bir problem olub və ana olmağı çətinləşir. Uzun müddət alır. Bəzən çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, bəzən heç alınmır. Çünki elə problemlər var ki, biz onlara vaxtında müdaxilə etməliyik. Əziz analar, ona görə bu məsuliyyət bizim çiyinlərimizdədir. Sizdən ricam budur ki, vaxtında həkimə müraciət edəsiniz. Qız uşağı ginekoloqa niyə getsin kimi düşüncələri kənara qoyasınız. Çünki bu bir sağlamlıq mövzusudur və bunun belə altını xətləyərək söyləmək istəyirəm ki, bu mövzuda utanmaq yox, vaxtında həkimə müraciət etmək lazımdır və maariflənmək lazımdır. Bugün də biz dəyərli Xəyalə xanımla çalışdıq ki, bu mövzuda maariflənmə işini layiqincə yerinə yetirək. Təbii ki, vaxtımızın bizə imkan verdiyi qədər suallarınızı da səsləndirdim. Xəyalə xanıma bir daha təşəkkür etmək istəyirəm. Minnətdaram, var olasınız. Son olaraq bir daha valideynlərə müraciət edə bilərsiniz. Təşəkkür edirəm bir daha. Valideynlərə bir daha müraciətim odur ki, kiçik yaşlarda müraciət olunduğu zaman gələcəkdə faciə ilə üzləşmirik. Bu nə deməkdir? Vaxtında xəstəlikləri aşkar edirik və gələcəkdə qızlarımızın ana olmasını təmin edirik. Gələcəkdə qızlarımızı müəyyən xəstəliklərdən qorumuş oluruq. Var olasınız. Bir daha qeyd edim, uşaq ginekoloqu, cərrah, mama ginekoloq Xəyalə İsmailova bizlə bərabər idi. Doktorun əlaqə nömrəsini vurğuluyuram. 055 766 33 30 və doktorumuz Midland Hospitalda uşaq ginekologiyası mərkəzində çalışır. Azərbaycanda ilk mərkəzlərdən biridir bu mərkəz, hansı ki ona da elə rəhbərliyi bizim dəyərli Xəyalə xanım edir. Uğurlarınız bol olsun hər zaman. Sağlam gələcək bugün atılan düzgün addımlardan asılıdır. Ona görə gəlin gecikməyək, vaxtında həkimə müraciət edək və övladlarımızın orqanizminin verdiyi siqnalları vaxtında bir valideyn olaraq duya bilək.